Azərbaycan Respublikasının Cinayət Qanunu kifayət qədər sərt və birmənalı tətbiq olunan qanunlardan biridir. Cəzanı təyin edən Azərbaycan Respublikasında məhkəmələrdir. Məhkəmələr Azərbaycan Respublikasının adından qərarlar, hökmlər çıxardırlar və bunun icrası birmənalı olaraq məcburidir. Məhkəmə hökm çıxararkən daxili inamına da əsaslanır. Bəzən də elə hallar olur ki, məhkəmələr yalnız daxili inamına əsaslanırlar. Götürsək ki, həmin hakimlər də cəmiyyətin bir fərdidir. Daxili inamı ölçəcək hər hansı bir alət və ölçü vahidi yoxdur. Buna qiymət vermək də mümkün deyil. Hüquqşünas kimi, vəkil kimi subyektiv fikrimi bildirmək istəyirəm ki, hakimlər, məhkəmələr daxili inamına əsaslanana qədər, yəni o mərhələyə çatana qədər işin araşdırılması, obyektiv və tam hər tərəfli araşdırılması və müəyyən nəticəyə gəlinməsi üçün iş materiallarında olan digər sübutlara əsas qiymət verilməlidir yekunda. Ən son halda məhkəmələr daxili inamına əsaslanaraq qərar qəbul edə bilərlər. Yoxsa belə yalnız daxili inama əsaslanaraq məhkəmələr tərəfindən qərarın qəbul olunması əlbəttə ki, o absurd bir yanaşmadır, qanunsuz və əsassız olur.